Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda 10-15 dəqiqədə qonaqlarınız gəlincə hazırlaya biləcəyiniz çox asan bir piroq reseptini sizinlə bölüşürəm. Yumuşaq, pambıq kimi çay süfrəsinə yaraşan bir piroqdur. İndi keçək piroqun hazırlanma qaydasına. Bunun üçün ərzaq qabına 4 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə bir çimdik duz, 200 ml stəkanla bir dolu stəkan, bir də yarım stəkan şəkər tozu tökürəm. Yumurta ilə şəkər tozunu mikserlə qarışdırıram. 2-3 dəqiqə mikserlə tam qarışıb mayonez halına gələnə qədər yaxşıca qarışdırıram. Onu da qeyd edeyim ki, ərzaqlar otaq temperaturunda olmalıdır. Alınan qarışıma 200 ml stəkanla bir stəkan, bir də yarım stəkan da süd tökürəm. 100 ml bitki yağı, bu ərzaqları da mikserlə biraz qarışdırıram. Bu ərzaqları qarışdırıb qoyuram bir kənara. Başqa bir qaba 3 stəkan un tökmüşəm. Üzərinə bir paket 5 qram şəkərli vanil əlavə edirəm. Bir paket, bir də yarım paket qabartma tozu, ümumilikdə 15 qram qabartma tozu eləyir. Qabartma tozunu da qaba əlavə edib qarışdırıram. Quru ərzaqları ələkdən keçirdirəm. Əvvəlcə bir hissəsini ələyə töküb, ələyəndən sonra artıq mikserlə qarışdırmıram. Elə çırpıcı ilə yaxşı qarışdırıram. Unu 2 dəfədən ələkdən keçirdib qaba əlavə eləyəndən sonra qarışdırıram. Elə qarışdırmaq lazımdır ki, un topak şəklində qalmasın. Belə gördüyünüz kimi hamar bir, çox qatı olmayan xəmir alındı. Piroqun üstünün fərqli, gözəl görünməsi üçün hazırladığım xəmirdən 5 xörək qaşığı qədər başqa bir qaba götürüb qoyuram. Ona kakao qatacağım. Piroqun üstünü bəzəmək üçün istifadə edəcəm. Ayırdığım xəmirin üstünə bir dolu təpələmə çay qaşığı kakao əlavə edirəm. Xəmir daha da qatılaşmasın deyə bir çay qaşığı qədər də süd əlavə edib qarışdırıram. Onda xəmir çox qatı olmur. Belə bir kakaolu xəmir hazırlayıram. Piroqu bişirəcəyim formanın içərisinə bir xörək qaşığı qədər bitki yağı töymüşəm. Fırça ilə formanın içərisini, yanlarını, hər yerinə yağ çəkirəm. Mənim bişirəcəyim forma yapışqan olmadığı üçün yağlı kağız sərmirəm. Amma əgər sizdə formanın dibi yapışan olarsa, onda yağlı kağız sərin ki, piroq formadan çıxanda dağılmasın. Hazırladığım xəmirin hamısını yağladığım formaya boşaldıram. Onu da qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 30 santimetrdir. Kakaolu xəmiri də belə gördüyünüz kimi bir sıxma torbasına yığmışam. Uc hissəsini kəsəndən sonra videoda göstərdiyim kimi xəmirin üstündən xətlər çəkirəm. Sonacan kakaolu xəmir bitənə qədər biraz boşluq qalmaq şərti ilə hər yerinə xətlər çəkirəm. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Hamısını xətləyəndən sonra bir çöp yardımı ilə aşağı yuxarı xətləyib belə üstündə naxışlar eləyirəm. Belə hazırlayandan sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 30-35 dəqiqə pişirirəm. Piroqumuz artıq pişib hazırdır. Sobadan çıxartmışam. Çox yaxşı qabarıb, çox yaxşı pişib, çöplə yoxlayıram. Əgər ələ yapışmırsa, deməli içərisi də yaxşı pişib. Qoyuram qalır, tam soyuyur. Tam soyuyandan sonra spatula ilə yanlarından biraz formadan ayırıb çox rahatlıqla formadan çıxardıram. Belə gördüyünüz kimi çox gözəl piroq alınıb. İstəyə görə
Piroqu ortadan 2 yerə bölüb arasına şokolad yağı, istənilən cem çəkib, doğrayıb süfrəyə vermək olar. Amma mən hava isti olduğu üçün belə sadə hazırladım. Arasına heç nə çəkmədim. Belə də çox dadlıdır. İstədiyiniz şəkildə də doğraya bilərsiniz. Çox yumşaq, dadlı, çay süfrəsinə yaraşan bir piroq alınıb. Böyük bir ailəyə yetəcək çox dadlı bir piroq alınıb. Tez bir vaxtda hazırlanan asan bir piroq reseptidir. İstədiyiniz zaman bu reseptdən piroq hazırlaya bilərsiniz. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün isə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.